Vətəndaşlar əmlak alarkən onun sənədinin olub-olmamasına diqqət etməlidirlər. Bununla bağlı həm mütəxəssislər, həm də dövlət qurumları dəfələrlə xəbərdarlıq edib. Amma bu sənədlərin həqiqiliyini yoxlamaq mümkün imiş. Bunun üçün vahid informasiya bazası varmı? Hansı sənədləri və hansı məlumat əsasında yoxlamaq mümkündür? Mövzunu araşdırmışıq, gəlin izləyək. Daşınmaz əmlak almaq hər kəs üçün böyük bir addımdır, lakin müəyyən riskləri də var. Sənədsiz və ya şübhəli sənədlərlə satılan əmlakçılar vətəndaşları çətin vəziyyətə sala bilir. Məhz buna görə də daşınmaz əmlak alarkən ən vacib məsələlərdən biri onun sənədlərinin qaydasında olub-olmamasından əmin olmaqdır. Bəs vətəndaşlar sənədlərin həqiqiliyini yoxlaya bilərmi? Bunun üçün vahid elektron informasiya bazası varmı? İqtisadiyyat Nazirliyinin Ekonomi Qovaz veb saytına daxil olmaqla İqtisadiyyat Nazirliyinə məxsus olan elektron xidmətlər portalında bir sıra informativ elektron xidmətlər yaradılmışdı ki, həmin elektron sənədlərin həqiqiliyinin yoxlanılması bu xidmətlər vasitəsilə mümkündür. Bunlar elektron çıxarışın yoxlanılması, texniki sənədlərin yoxlanılması adlı xidmətlərdir ki, bu xidmətlərə daxil olmaqla daşınmaz əmlaklara dair qeydiyyat nömrəsini və reyestr nömrəsini sadəcə qeyd etməklə həmin çıxarışların həqiqiliyini yoxlamaq mümkündür. Qeyd edək ki, indiyədək 3 milyondan çox çıxarışı, həmçinin 500 mindən çox texniki pasport və plan ölçüsü sənədi elektron formada hüquq sahiblərinə təqdim edilib. Bundan əlavə, əvvəlki illərdə kağız formada verilmiş 1 milyondan çox çıxarış da elektronlaşdırılıb. Rəşad Əbləsanov deyir ki, vətəndaşlar istənilən vaxt MyGov mobil tətbiqi vasitəsilə şəxsi kabinetlərində bu sənədlər ilə tanış ola və eyni zamanda həmin sənədləri elektron və ya kağız formada çap edərək aidiyyatı üzrə təqdim edə bilərlər. Daşınmaz əmlakın dövlət reyestrində dair verilmiş çıxarışların, eyni zamanda daşınmaz əmlakın texniki göstəricilərini özündə əks etdirən texniki pasport və plan ölçü sənədlərinin elektronlaşdırılması ilə yanaşı, həmin sənədlərin elektron hökumət informasiya sisteminin inteqrasiyası ötən il təmin edilmişdir. Artıq vətəndaşlarımız elektron hökumət informasiya sisteminə aid olan MyGov mobil tədbiqinə daxil olmaqla onlara məxsus olan daşınmaz əmlaka dair çıxarışların və texniki pasport sənədlərinin, eyni zamanda torpaq sahəsinə dair plan və ölçü sənədlərinin elektron formada əldə etmə imkanı mövcuddur. Mütəxəssislər alqı-satqı zamanı vətəndaşlara daşınmaz əmlakın sənədlərini yoxlamağı tövsiyə edirlər. Notarial orqan da bu sənədlərin düzgünlüyünü müəyyən edə bilər. Hər hansısa bir əmlakın alqı-satqısı ilə bağlı notarial orqana müraciət etdikdə, notarial orqan həmin sənədin seriyası və QR kodu ilə sənədin düzgünlüyünü yoxlayır. Əgər sənəddə hər hansısa bir səhv, qüsur varsa, təbii ki, bu alqı-satqı baş tutmur. Sənəddə qeyd olunan ad familiya ilə vətəndaşın şəxsiyyət vəsiqəsi ad familiyasında hər hansısa bir hərf səhvi olan zaman isə həmin alqı-satqı baş tuta bilmir ki, həmin səhvin düzəldilməsi tələb olunur. Sənədlərin düzgünlüyü yoxlanılması üçün və xüsusən də çıxarışlı əmlakların alqı-satqısı zamanı sənədlərin bütün düzgünlüyü notarial orqanlar tərəfindən aparılır. Vətəndaşların notariat orqanlarında alqı-satqı, bağışlama və ya digər əqdləri bağladıqdan sonra həmin müqavilələrlə bağlı qeydiyyatın aparılması üçün xidmət bölmələrinə fiziki formadan yaxınlaşmasına ehtiyac yoxdur. Belə ki, vətəndaşın müraciəti əsasında notariat orqanları həmin əqdləri elektron formada qeydiyyat orqanlarına göndərə bilər. Şəkənaz Şahaliyeva, Səbuhi Kərimli, Beyrək Babayev, İqtisadi Zona.